Təxmin eləmirdim. Yəni heç bilmirdim bu nə tür oyun işdir. Ümumiyyətlə yəni aktyorluqla heç bir məlumatım yox idi. Əvvəl mənə kimsə desə ki, sən yerdə sürünə-sürünə pərdə arxasından çıxacaqsan və qrup yoldaşının üstünə bir ağac kimi dırmaşacaqsan, yəni ağlımın ucundan keçməzdi həqiqətən. 3 ay bəlkə aydan burada otura bilməzdiniz. Yəqin ki, orada olardım. Və əgər 3 ay nəticəsində bu belədirsə, bunun irəlidə daha da çox yaxşı olacaq deyə düşünürəm. Heç düşünməzdim ki, 3 ay içində bir filmdə arxa planda olsun, ancaq ola bildi. Dərs olan günləri mən yəni ki, sevinirəm ki, yaxşı ki, bugün dərs var, həvəslə gəlirəm. Həmişə əsəbi olurdum falan, amma bura gələndən sonra evdəkilər də deyir ki, yəni dəyişilmisən də biraz açılışmısan. Həlimə necəsən? Yaxşıyam, siz necəsiz? Çox sağ ol. Bir dənə özünü təqdim elə. Həlimə Həsənli, 3 ay öncə qoşulmuşam Azərbaycan Film Akademiyasına. Hələ ki, hər şey yaxşı gedir. Necə idi ilk dəfə bura girəndə nə hiss elədin? Müsbət idi, çox müsbət idi. Yəni Zahir müəllimin özü ilə də söhbətdə rahat hiss elədim özümü. Həyəcan az da olsa var idi, çünki belə bir mühitdə olmamışam. Yəni nə səhnə ilə bağlı, nə belə çox insanların bu qədər olduğu yerlərdə çox olmamışam, amma vaxt keçdikcə öyrəşdim. Necə keçdi 3 ay? Gözlədiyimdən daha yaxşı idi. Belə deyim, pozitiv bir məkandır və həqiqətən də yəni 3 ay uzun bir müddət deyil. Ona görə çox böyük bir dəyişiklik gözləmirdim, amma həyatda yəni günlük kiçik söhbətlərdə, yəni ünsiyyətlərdə hiss edirəm bəzi fərqləri. Məsəl üçün hansı anlarda daha çox hiss edirsən? İnsanlara özümü daha rahat artıq göstərə bilirəm, komplekslərimi daha çox bastıra bilirəm, belə deyim və daha rahat olmağa başlamışam sadəcə. Normalda çox özümü ifadə edə bilən biri olmamışam, yəni fikirlərimi daha çox içimdə tutmuşam və rahat hiss eləməmişəm. Amma artıq bəzi mübahisələrdə daha rahat və confident deyirlər ingiliscə olduğuma görə bəzən təəccüblənənlər olur ki, yəni sən əvvəl belə deydin, daha sakit idin falan. Dərsləri necə keçirdi? Dərslər çox pozitiv, yəni enerji yüksək idi, stres atırdım burada bayağı. Mühit olsun, bura gələn insanlar olsun, qazandığım dostlar olsun, müəllimin pozitivliyi olsun, yəni hər biri öz yerində idi. İmtahan barəsində fikirlərin nələrdir? İmtahan üçün çox da həyəcanlanmamışdım. Həyəcanlara da bacardığım qədər yardım olmağa çalışırdım, amma yəni bəyəndim, mühit əla idi, rahat hiss edirdim özümü. Gülmək istədiyim anlar olurdu, amma bir şəkildə saxlayırdım özümü. Heç fikirləşərdin ki, nə vaxtsa qrup yoldaşının üstünə dırmaşacaqsın? Əvvəl mənə kimsə desə ki, sən yerdə sürünə-sürünə pərdə arxasından çıxacaqsan və qrup yoldaşının üstünə bir ağac kimi dırmaşacaqsan, yəni ağlımın ucundan keçməzdi həqiqətən. Əslində düşünəndə özüm narahat olmuşdum ki, mən bunu necə eləyəcəm? Yəni fikir var idi ağlımda, amma bunu reallaşdırmağa gücüm yetməyəcəkmiş kimi hiss edirdim, amma alındırdıq, kənardan görünüşümə çox fikir verən biri olmuşam həmişə və yəni belə bu qədər insan arasında özümü belə göstərəcəyim ağlımdan keçdi. Heç səhnə təcrübən olmuşdu? Xeyr. Gələcəklə bağlı nə gözləyirsən? Mən buradan da deyə bilərəm ki, mən sentyabrda uçub gedirəm ondan. Hara? Hara? Universitetə xarici. Bu qısıtlı zamanda akademiyada nə qazanmağı fikirləşirsən? Özümlə belə deyim də daxilən yaşadığım kompleks problemləridir, rahatlıq problemləridir, ünsiyyət problemləridir. Bunları çözməyi düşünürəm. Özümü daha çox tanımağı, necə rollarda daha rahat hiss elədiyimi və özüm kimi hiss elədiyimi, bunları anlamaq, aydınlaşdırmaq istəyirəm. Belə yəni gələcək mərhələlər üçün də həyəcanlıyam, maraqlıdır. Yəni ağlımda bəzi fikirlər var, həm qrup olaraq, həm tək olaraq eləyə biləcəyim şeylər. Belə ümid edirəm ki, hər şey yaxşı keçər. Həm də bir xatirə məqsədli bir videodur. Buna gələcəkdə baxacaqsan, falan izləyəcəksən, görəcəksən ki, ayda nə qədər dəyişmisən. Buradan gələcəkdəki Həliməyə nə demək istəyirsən? İnsanların kənardan səni necə gördüyünə indiki olduğu qədər ümid edirəm ki, takmırsan. Fikirlərini və hisslərini artıq qorxmadan ifadə edə bilirsən. Çalış ki, əgər belədirsə, çalış ki, daha da gelişdir və bunu davam elətdir. Heç vaxt özünü başqaları ilə müqayisə eləmə. Kim olduğundan qorxma. Özün kimi ol hər zaman. Aytən Mirsevli, 19 yaşım var, 3 ay müddətində ki, artıq bura gəlirəm. Ümumiyyətlə, özün nə ilə məşğul olursan? Kollec bitirmişəm, artıq həyatımda heç bir fərqlilik, heç bir şeyim yox idi, yəni. Sonra papam məni bura göndərdi. Ən böyük dəstəkçim deyərdim ki, mənim atamdır. Bura gəlməm məni məcbur elədi. İlk 2-3 həftə bura gəldim, çox sıxıldım. Çünki deyirdim ki, bacara bilməyəcəm, nə bilim. Dedim ki, mən alındıra bilməyəcəm falan, amma atam elə disiplin qoymuş ki, gəlməliydim. Sonra artıq dərslərdə artıq qrup yoldaşlarımızla yavaş-yavaş danışdıq, elədik. Gördüm ki, yox, alınır məndə. Əvvəl heç kim
gözünə belə baxa bilmirdim. Yəni belə idim, yəni hansı ki kaos olanda heç baxa bilmirdim, eləyə bilmirdim, amma sonra yavaş-yavaş onları açdım, gördüm ki, atam düz yerə gətirdi məni. Ümumiyyətlə nə məqsədlə gəlmişdin? Yəni bura gələndə nə qazanmağı fikirləşirdin burdan? Aktrisa olmaq və yoxsa başqa bir şey? Evdəkilərin düşüncəsi aktrisadır. Mənim düşüncəm isə hələlik özümü belə deyim də, kəşf eləmək, özümü daha belə yaxşı yerə gətirmək, belədir hələlik məndə. Ümumiyyətlə fərqli tələbələrdən birisən, çünki normal bildiyimiz insanlar, ailələr aktrisalığa pis baxır, amma səndə tam əksidir. Həm mən uşaqdan da bu işlərlə məşğul olmuşam, hansı ki səhnə, xor dəstələri, yəni mən bu səhnəyə falan yad deyildim. Sadəcə artıq uşaqdan sonra bunu buraxmışdım deyə, yəni çox sıxılırdım. Bu qədər dərinliklə məşğul olmamışdım deyə, yəni çox sıxılırdım, amma belə yad deyildim mən səhnə falan, yəni bilirdim. Gələndə nə hiss elədin? İç səsin nə idi? Beynimdə çoxlu səslər var idi. Sadəcə deyirdim ki, alındıra bilməyəcəm, yəni evə gedim, nə bilim, evə gedib atama demişdim ki, yəni məndə olmayacaqdı. Yəni mən həm də sınaq dərsinə girmişdim qəbula gələndə. Düzü iştirak etdim sınaq dərsində, amma yenə beynimdə alınmayacaq düşüncələr var idi. Atam dedi ki, yaxşı sonra gələcəksən, nə bilim, nə dedim ki, hə, şükür edim də, nə deyim. Çox belə qorxurdum, həyəcanlı idim. Amma yenə də onunla belə yaxşı idarə eləmişdim. Sınaq dərsində qəbula da özümü yaxşı izah eləmişdim deyə düşünürəm. Bəs indi fikirlərin belə olub 3 ay əvvəl. İndi o fikirlər hardan hara gəldi? Bu dəqiqə nə fikirləşirsən? İndi çox irəliləyib. Yəni hansı ki dedim o artıq insanlar göz kontaktı qurmaq, danışmaq, özümü izah eləmək. 3 ay əvvəlki aydan burada otura bilməzdiniz. Yəqin ki orada olardım. Yeni il çəkilişində də məni oradan güclə gətirmişdilər. Rasm eləyə bilmirdim, dedim yox. Amma indi elə deyil. İndi heç nə elə deyil. Deyərdim ki, əgər 3 ay nəticəsində bu belədirsə, bunun irəlidə daha da çox yaxşı olacaq deyə düşünürəm. Mühitlə bağlı fikirlərin nələrdir? Mühit çox yaxşıdır. Biz qrup yoldaşlarım biraz məndən bezir, onu alsın. Yəni belə çox yaxşıdır. Yəni ətrafı mühit, qrup yoldaşlarım, sizlər çox yaxşıdır. Özümü çox yaxşı hiss edirəm artıq burada belə deyil. İmtahana hazırlıq necə başladı? Mən biraz gec qoşuldum. Artıq qrup yoldaşlarım irəliləmişdi. Mən biraz onlardan geri qalırdım. Hansı ki onlar da gördüm ki, sərbəst hərəkət edirəm, amma mən bir o qədər eləyə bilmirəm və narahat olurdum bundan ki, mən gec qoşulmuşam falan, necə olacaq? Çox narahat idim. Amma sonra yavaş-yavaş dərsləri gördüm ki, alına bilir falan. Sonra imtahanda bizə böldülər ki, sən bu olacaqsan, bu hərəkət eləyəcəksən. Qruplaşdı, sağ olsun müəllimlərimiz bizə bu yolda çox dəstək oldu. Elə qrup yoldaşlarım özü də çox yaxşı iş gətirdik deyə düşünürəm. İmtahanda yenə çox həyəcanlı idim. Uşaqlar bilir. Ürəyim zadım gedir səhnədə. Səhnə açanda mən belə idim. Dedim ki, yox, məni çıxarın çələ. Sonra yavaş-yavaş gördüm ki, yox, alına bilir məndə. Heç unutdum, heç kim yox idi, mən idim orada tək canda. Səncə həmin gün sənə nələr qatdı? Auditoriya qarşısında olmayan əşyalarla işləmək falan filan. Biz zaten bu imtahana başında bizə demişlər ki, siz vəziyyətə inanmalısınız. İnanmasanız bu imtahana yəni imtahana bir orada hazır olmayacaqsınız. İlk dərsdə də inanmırdım. Yəni sadəcə hərəkət edirdim. Müəllimlər deyir ki, vəziyyətə inanmırsan, o şey səndə yoxdur. Sonra gördüm ki, yox, inana bilirəm. Yəni inanılmaq olur. Sonra inandım və elədim. Öz yaşıdların olsun, qıraqdakı da, yəni bu işlə məşğul olmayan. Onlardan nə ilə fərqləndiyini hiss edirsən artıq? Hardasa mənim indi ətrafımdakı insanlar hardasa özünü azad fikirdə ifadə edə bilmir, ya yenə deyirəm göz kontaktı söhbətləri, komplekslər dəhşət çoxdur, amma artıq onların yanında mən çox sərbəstəm. İstədiyim sözlü fikir izah edə bilirəm, danışa bilirəm. Hansı ki onları birini kameranın qarşısına qoysanız onlar da danışa bilməyəcək mənim fikrimcə. Buradan 3 ay əvvəlki özünə nə demək istərdin bir mesaj kimi? Qorxaq olma, ürəkli ol. Qorxma atam, qorxma. 5 il sonrakı özünə buradan nə mesaj demək istəyirsən? İstədiklərini əldə elədin, atamın ən böyük arzusunu həyata keçirdin və indi özünü daha yaxşı hiss edirsən. Salam, mənim adım Əlifsət Fətəyev, 13 yaşındayam. Necə tapdın buranı? Və TikTokda da axtardım, başda siz çıxdınız. Çox maraqlı gəldi. Buna görə də bura ilk gəldim, belə də tanıdım sizi. İlk dəfə gəldin bura. Nə hiss elədin? Nələri gördün? Ümumiyyətlə qəbul prosesində də. İlk heyecanlandım, dedim ki, edə bilməyəcəm. Sonra dedim ki, heç nə olmaz, ya olar, ya olmaz. Gəldim yenə də, cəmiyyət içində özüm çox rahat hiss edirəm. Nə qatdı bura sənə 3 ay ərzində? Kənardan da deyilənə görə cəmiyyət içində də özgüvən belə bir çox şey qatdı, amma deyə bilmirəm də. Nəyi deyə bilmirsən? Nəyi gizləyirsən bizə? Yaxşı, demə. 3 ay ərzində dərslər necə keçdi? Əla, maraqlı, əyləncəli zaman keçirdi. İmtahana hazırlıq vaxtları necə keçdi sizin üçün? Həyəcanlı və maraqlı. Mühit necə idi? Ümumiyyətlə komanda olsun, qrup yoldaşların olsun. Maraqlı, yaxşı dostlar edindim. Mühit olaraq məsəl üçün digər yerlərdən nə ilə fərqlənirdi bura? Daha səmimi, daha adamı özgüvənli, rahat hiss elətdirir. Niyə sevirsən ümumiyyətlə aktyorluğu? Sevmək barədə nə deyəcəyimi bilmirəm. Rahat ol. Yox, bilmirəm ona görə. Əslində belə də, yəni aktyorluq insan əgər istəyirsə, içində o alov bir dəfə yanırsa, səbəbini belə bilməsə bu işlə məşğul olmağa davam edir. Set təcrübəsi, sən set təcrübəsi də yaşamısan. Nələr baş verdi setdə? Setdə
yaxşı idi, maraqlı idi, əyləncəli zaman keçdi. Heç düşünməzdim ki, 3 ay içində bir filmdə arxa planda olsun, ancaq ola bildi. Necə təsəvvür edirdin ümumiyyətlə set mühitini, nə ilə qarşılaşdın? Düşündüyüm kimi də, gördüyüm kimi də təsəvvür edirdim. Belə də alındı. Maraqlı, əyləncəli zaman keçirdim. Olsun 3 il sonrakı özüvə nə demək istəyərdin? Daha doğru işlər gör, düz hərəkətlər et, Aktyorluğun başını burax. davam et bu işə. Bəs yaxşı. Buradan 3 ay əvvəlki özüvə nə demək istəyərdin? Sən getdin bloka. Mən Vəlizadə Arif, Zirə kəndindən anadan olmuşam. 18 yaşım var. Necə ümumiyyətlə qərara gəldin ki, aktyor olmalısan? Uşaqlıqdan aktyorluğa həvəsim var. Mənə də deyildi ki, aktyorluqda pul yoxdur. Azərbaycanda film, kino inkişaf eləməyib, yəni uduzarsan, getsən. Mən də öz dərsimi oxumağa davam elədim. Sonra sosial şəbəkədə, Instagramda gördüm bu kursu. Universitetə daxil olandan sonra bura mütləq gəlməliyəm sözünü özümə verdim. Çox şükür Allaha ki, universitetə daxil oldum. Özümün üstünə dayandım və gəldim. Əvvəlcədən universitetə girməmişdən əvvəl sırf məqsədin Azərbaycan Film Akademiyası idi, yoxsa aktyorluğu idi? Azərbaycan Film Akademiyasının özünü görmüşdüm Instagramda, yəni bəyənmişdim. Yəni hətta Instagramda takib almışdım ki, universitetə daxil olandan sonra bura gəlim, yaddan çıxmasın, bura gəlim. Hər yeri çox xoşlamayan insanam. Yəni ki, çox az yerləri xoşlayıram da. Sırf buranı ayrıca bəyəndim. Yəni yadımda saxladım ki, sırf bura gəlməliyəm. Bəs gələndən sonra da fikrində razı qaldın ki, yaxşı ki, buranı seçmişəm. Bəli, yəni ki, düşündüyümdən də yəni yaxşı oldu bura gəlməyim. Pis nələrini gördün? Belə nə yalan deyim, pis tərəfini görmədim. Mən gözləyirdim ki, biraz sıxarlar, adamın üstünə çox düşərlər də. Bura gələndən sonra gördüm ki, məndən tələb etdikləri sadəcə disiplindir. Disiplinlə dərsimə gedim, gəlim. Bir də sözə qulaq asım, yəni ki, o da hər yerdə olduğu kimi. Yəni pozitiv enerji ilə də, yəni dərslər pozitiv enerji ilə davam edir. Əslində hər şey disiplindən başlayır da. Disiplinli olsan, bu o deməkdir ki, qalan hər bir şeyə də riayət edəcəksən, qalan hər bir şeyi düzəldə gedəcəksən. 3 ay ərzində bura sənə nələr qatdı? 3 ay ərzində özgüvən artımı yaşadım. Biraz özünə qapanıq biri idim. Acı 3 ayın ərzində gözləməzdim ki, bu qədər özgüvənim artsın. Özgüvənim artdı. Məsəl üçün mən fikirləşirdim ki, kənardan baxan insanlar mənim haqqımda nə fikirləşər. Məsəl üçün ilk dəfə səhnəyə çıxanda, yəni ki, o komplekslərdə olan hamısı aradan qalxmış vəziyyətdə idi. Yəni ona görə insanlar arasında tam rahat çıxır. Həyatında reaksiyalar almısan? Bəli, ailəm bu mövzuda mənə deyiblər ki, özgüvənin artıb. Ümumiyyətlə aldığın ən maraqlı reaksiya nə idi? Dostlar və yaxud da ailə? Nə yalan deyim, dostlarım biraz yəni ki, fərqli yanaşırdılar. Deyirdilər ki, niyə gedirsən? Boş-boşuna vaxtın gedir, pulun gedir. Ümumiyyətlə mən buraya gəlməyimi mənə çox dəstəkləyən insan olmadı ki, əksinə dedilər ki, bura gəlmə, vaxtını itirmə. Bir şeyə insan yəni ki, istəyəndə qıraqdakı səslər vecin olmamalıdır, yəni qulaq asmamalıdır, davam eləməlidir. Burada sən vaxtını itirirsən. Daha da vaxtımı daha yaxşı dəyərləndirirəm. Dərs olan günləri mən yəni ki, sevinirəm ki, yaxşı ki, bugün dərs var, həvəslə gəlirəm. Yəni durub Zirədən durub buraya gəlirəm ki, o məsafəyə ki, buradakı keçən vaxtım daha maraqlıdır. Həm də belə baxanda boş qalacaq və özünü də bir tərəfdən inkişaf elətdirirsən də. Bəli, insan bura gəldi, qanı qara olsa belə, yəni bura gələndən sonra insan gülərüz halda çıxır. Dərslər maraqlı keçir. Dərsdə ciddiyyət var. Amma sadəcə dərsdə, məsəl üçün yükləmə olsun, təzyiq olsun, elə şey yoxdur. Amma ciddi keçir dərslər. İmtahan prosesi necə idi? İmtahana çıxmaq necə idi? Ümumiyyətlə bir səhnə təcrübən var idi. Səhnə təcrübəm yox idi. Düşündüyümdən rahat oldu. İmtahan olana kimi qorxu, həyəcan aradan qalxmışdı. Yəni müəllimlər sağ olsun ki, o həyəcanı aradan qaldırmışdılar. Çünki həm də artıq o vaxta gələnə kimi hazır idiniz də. Tam hazır idi. Yəni özümə güvənirdim ki, mən ora çıxacağam, nə etməliyəmsə eləyəcəm. Bəs imtahan bitəndə artıq nə hisslər keçirirdin orada? Sevinirdim ki, ilk dəfə səhnəyə çıxdım, yəni ki, insanlar məni izlədi, hamının diqqəti mənim üzərimdə oldu. Yəni ilk dəfə idi səhnəyə çıxırdım. 5 il sonrakı özünə nə demək istəyirsən? Yəni qıraqdakı səslərə qulaq asma. Nə istəyirsənsə, əsas istəkdir. Yəni disiplinlə öz istəklərimin arxasınca get. Bundan 3 ay əvvəlki özünə nə demək istəyirsən? Biraz özünə gəl. Adam ol. Adam ol. Mən Kərimova Xədicə, aprel ayında 17 yaşım tamam olacaq inşallah. Günlərin bir günü necə aktyor olmağa qərar verdin? Mən əslində fikirləşmirdim aktyor olmağı, həkim olmağı fikirləşirdim də. Uşaqlıqdan həkim olmaq idi arzum. Amma sonradan bir ilə yaxındır ki, 15-16 yaşıma tərəflərdə fikirləşdim ki, niyə də aktrisa olmayım? Sosial şəbəkədə qarşıma tez-tez çıxırdı, TikTokda, Instagramda. Mən də dedim ki, niyə də olmasın da yəni. Sənin həm də cıçın qalır. Hə, qalır. Dərs prosesi necə keçirdi?
Əyləncəli keçirdi. Yəni normalda məktəbdə o qədər də sərt biri idim mən, yəni o qədər belə şey biri deyildim, əyləncəli biri deyildim də. Həmişə əsəbi olurdum falan, amma bura gələndən sonra evdəkilər də deyir ki, yəni dəyişilmisən də, biraz açılışmısan. Diksiyada evdə çalışıram, amma yenə də inşallah daha önlərdə yaxşı olacaq. Olacaq, olmalıdır, məcbur. Başqa variant yox. Səncə prosesdə səni nələr gözləyir? Prosesdə inşallah yaxşı şeylər gözləyir. Düşünürəm ki, başaracağam. Yəni inşallah başararam. Ümumiyyətlə imtahan necə keçdi sənin üçün? Öncələrdən yəni biraz tez gəlirik, biz dərslərimiz tez olur deyə, o qədər də həyəcan yox idi. Amma o pərdələr açılandan sonra o insanları görəndə istər-istəməz həyəcan yarandı da insanda. Yəni o həyəcan biraz oldu. Səhnə təcrübən var idi əvvəlcə? Yox. İlk dəfə səhnəyə çıxanda o qədər insan qarşısında falan daha detallı nə hisslər keçirdin? Dediyim kimi biraz həyəcanlandım, amma yəni sonra özümə hakim ola bildim də. Gördüm ki, öyrəşməliyəm də artıq. Yəni bu olacaq, yəni olacaq bir şeydir. Gəl biraz qeybət eləyək də. Kulisdə necə idi ümumiyyətlə aura? Kulisdə də orada səhnə önündə biraz həyecanlı idim, amma kulisə gedəndə belə yes falan belə sevinirdim ki, başardıq falan. Qaza gəlmişdi. 3 ay əvvəl bu işlə məşğul olmayan özünə nə demək istəyərdin? Yəni yaxşı ki, bura gəlmişəm demək istəyirəm. Bəs gələcəkdəki özünə nə məsləhət vermək istəyirsən? Hər zaman belə parla demək istəyirəm. Ağlıma qoyduğum hər şeyi başaracağıma da inanıram demək istəyirəm. Nəzərov Salih, Neçə yaşın var? 22. 22 yaşın var. Necə qərara gəldin ki, birdən-birə aktyor olmalısan? Düzün deyim, aktyor olmaq istəmirəm, sadəcə komplekslərdən azad olmaq üçün gəlmişəm. 3 ay ərzində buna nail ola bildin? Yox. Nə dərəcə komplekslərdən azad oldun 3 ay ərzində? Faizini desəm, məncə 50% bir var. 50% var. Davamlı mərhələlərdə məncə bu daha da düzələcək. Məncə də. Necə keçdi 3 aylıq? Əslində əyləncəli idi. İlk öncə effektiv idi. Ümumiyyətlə buranı necə tapdın? Oranı heç danışmadın. Danışımdan. Ardasa 2 il əvvəl o video qoymuşdum Instagramda. Gülüşün 7-ci tonu falan o mərhələ idi. Mən də baxdım, fikirləşdim ki, yəni bu nəsə düzgün deyildi. Yəni nəsə o video çəkməyib, paylaşmadı. Ondan sonra yadıma düşdü. Yazdım ona, soruşdum, bəs bu nə idi? Deyib ki, aktyorluq. Hə, fikirləşdim ki, bu da məqsədimə yaxşı olacaq. Yəni. Təxmin eləmirdim. Yəni heç bilmirdim bu nətər olan işdir. Ümumiyyətlə yəni aktyorluqla heç bir məlumatım yox idi. Nəysə gəldi, xoşuma gəldi. Ümumiyyətlə burada abu-hava. İlk öncə deyə bilərəm ki, yəni burdakı insanlar ümumiyyətlə elə bil emosional açıqdır, öz damısı. Misal üçün burdakı abu-hava o çöldə eləyə bilmədiyin şeyləri burada etmək imkan verir. Ümumiyyətlə dərslər sənin üçün necə keçirdi? İlk dəfələr rahat deyildi. Ondan sonra artıq öyrəşdim, daha rahat oldu. Nə fikirləşirdin misal üçün dərs zamanı? O iç səsin nə idi? Mən burada nə edirəm? Belə bir sual. İmtahan prosesi necə keçdi? İmtahana hazırlaşmaq. Daha rahat idi. Yəni fikirləşdim daha çox qıc olacağam yəni özümün içində yəni belə deyim. Amma yox. Ümumiyyətlə səhnə təcrübən var idi, nə vaxt? Bəs növbəti mərhələlərdə ümumiyyətlə nə gözləyirsən? Daha maraqlı olması, yəni özümü daha yaxşı tanımağımı gələcəkdə. Burada misal üçün 5 il sonrakı özünə nə demək istəyirsən? Davam elə. Bəs 3 ay əvvəlki özünə nə demək istəyərdin? Sən bunu bacardın.